Uşaqlar, əgər kreator olmaq istəyirsinizsə, Supercell Brawl Stars düz videodasınız. İndi sizə kreator nasıl olunur onu göstərəcəm. Birinci girirsiniz Google'a. Sonra buraya yazırsınız ki Supercell kreator. Gördüğünüz kimi birinciye basırsınız. Ve burada gördüğünüz kimi yüklenir. Belə bir səhifəyə daxil olacaqsınız. Burada buna basırıq. Sonra en alta gedirik. Alta gedəndə böyle bir yazı çıxacaq. Buna basırıq. Ve burada yaşınız 16'dan çox olmalıdır. Burada upgrade eləyəndən sonra burada Supercell ID'ni buraları upgrade deməsiniz. Bir də əgər kreator olmaq istəyirsinizsə 100 TikTok takipçisi olmalıdır. 25 Twitch'te takipçiniz olmalıdır. Bir də Rega. Səhv demişəm. YouTube'da 100 abunə olmalısınız. Twitch'te 25, TikTok'ta isə 1000. Yəni əgər bunlardan biri sizdə varsa, edə bilərsiniz. Məsələn, mən burada YouTube'da 100 abunəyəm. Ona görə buradan Supercell ID'yə basırıq. Sonra burada Supercell ID'nizi girirsiniz. Enter email. İndi burada Supercell ID'mi girim gəlin. Gördüğünüz kimi kod istəyir. İndi bu benim telefonuma bağlıdır. Ona göre buradaki kodu yazacaqsınız. Sonra ise yani Gmailinizə gələn kodu buraya yazacaqsınız. Sonra size suallar verəcək. O sualları cevaplandırandan sonra kreator olacaqsınız. Sonra orada ikinci seviye olursunuz. İndi onu bu telefondan göstereceğim size. Bu telefondan gösterirəm indi sizə. Giririk bura. Google bir dəqiqə tez mən. Baxın, gördüyünüz kimi buradakı bəzi görevləri tamamlayırsınız və sizə XP verir. Bu XP ilə də burada birinci 30 gün aktif olmalısınız. YouTube'da video paylaşmalısınız. Bir de buradaki 10 dənə görevi tamamlamalısınız. Burada da bir dəqiqə. İndi uşaqlar hər mövsümdə giriş eləməliyik. Tapşırıqları hər mövsüm Supercell oyunu haqqında en azı 2 video paylaşmalıyıq və bir də 30 gün. Bunları edərək ikinci səviyyə Supercell ID ola bilərsiniz. Bu qədərdir uşaqlar. Sağ olun, salamat qalın. Əməyimin qarşılığı bir dənə abunə olub bir də like atsanız təşəkkür edirəm. Atmayanlar da canı sağ olsun.